Mənim Orxandan dünəndən inciliyim bir nədədir? Mən Zver də tanıyır, birinci mənimlə problemi olub, sonra da olub. Mən bir şey baş salmaq istəyirəm ki, Orxan, qurban olum, sən bir-iki nəfər Daxili İşlər Nazirliyində dostun varsa, cəmaat səndən qorxmamalıdır ya da məndən də. Ləmana qarşı dünən elədiklərinizin heç yeri yoxdur. Mən Ləmanın yerində olsam sənə verərəm. Ləmanı yox, qardaşım, yox, sən birinci nə ixtiyarla Ləmanı müzakirə mənbəyinə çevirmişsiniz. Sizin nə ixtiyarınız var? Ləman çındırdı. Ləman bir dəqiqəyi, qardaş, mən yayım açıb səni müzakirəyə qoysam, xoş gələr sənə. Sizə kim bu ixtiyarı bu ölkədə verib ki? Mən buradan da deyirəm, dostlarımı da tanıyıram. Özün də bilsə kimləri deyirəm. Heç onlar sənə ixtiyar verə bilməz ki, kimisə burada, kimdir ki olar ki, başa düşmədim. Bu ölkənin gəlsi var. Bu ölkə öz başına da öyle, hansı Daxili İşlər Nazirliyində kimsə işləyirsə, burada kimisə tanıyırsa durub ona sifariş versin. Mən başdan xarab adamam, mən bizə kimləri tanıyıram. Mən çıxaram sabah yayım açaram, ölkəni qataram bir-birinə. Birincisi, bir qadının başına dönüb, siz cəmaat deyə bilir ki, Orxan, mənə yazıb Orxan reykit deyil. Qurban, Orxan ailəsi var, balaları var. Orxan sakit adamdır. Orxanı o günə götürdünüz ki, Orxan bugün məhkəmə zallarına girə bilmir sizlərinizdən. Hələ də Orxan bu adamlara inanır. Orxan bugünə heç kimə rüşvət almayıb, 5 manat pul almayıb, Orxan nə günə qoydu sizi? Orxan gedib otururdu məhkəmə salonundan, reportaj edib bugün məhkəmənin qapısından edib. Bu bir. İki.